maraqlı idi. Deyir, insan öləndən sonra nə baş verir? Həm qəbirdəki hallardan danışır, həm çöldəki hallardan danışır. Qəbirdə deyir, başlayır maddələr mübadiləsi daha dayanıb axı. Başlayır bakteriyalar fəaliyyətə keçməyə, insanda çürümə prosesi başlanmağa, şişmə prosesi başlanmağa. Çöldə deyir, nə məsələlər gedir? Biraz ağlayırlar, səni qəbrə qoydular, sonra beyinə gəlir ki, yemək pişirmək lazımdır gələn cəmaət üçün. Xeyir-şər evini danışmaq lazımdır. Belə. Deyir, bir aydan sonra görürsən ki, səni sevən adam televizora baxıb hansısa bir məsələyə gülür. Yavaş-yavaş yaddan da çıxdın, getdin. 10 ildən sonra deyirlər ki, filan kəs də var idi. Bu cürlə unudulub gedir insan. Qəbrə ki qoyuldun, söhbət orada başlayır. Qəbrə ki qoyuldun, Allah başlayır insandan münacat eləməyə, söhbət eləməyə. Ya əbdi, ay mənim bəndəm, xoş gəlmisən. Kimsən? Bir ömür məni yad eləmədin ha? Yaddan çıxartdın ha? Dostuva vaxt ayırdın, qohumuva vaxt ayırdın, filan işivə, peşman işivə. Bir ömür ki vaxt eləmədin. Bax sənin o vaxt ayırmadığın Rəbbinəm. Amma mən səni sevə-sevə yaratmışam. İndi nədir? Mənim huzuruma gəlmisən. Məndən idin, mənə qayıtmısan. Bu məsələlər baş verəcək. Gəl indi sən orada cavab ver bu cür Allaha.